Və Economics ölkə və dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyaya bağlanırıq. Aysel Fəziyev oradadır. Salam Aysel, buyurun. Hər vaxtınız xeyir Günel, maraqlı xəbərlərimiz var, bizi izləyin. Söz sizdədir. İndi isə daha ətraflı. Yunanistan, İtaliya və Albaniya TAP boru kəmərinin Avropa İttifaqı qaz direktivinin bəzi müddəalarından azad edilməsinin vaxtının uzadılması ilə bağlı bəyanatla çıxış ediblər. Bu müddəaların azad edilməsi tarihi 2020-ci ildə Avropaya qaz nəqlini həyata keçirəcək Şahdəniz 2 layihəsinin işə düşməsi tarixinə uyğun olaraq yenilənib. TAP-ın rəhbərliyi kəmərin Avropa qanunvericiliyinin bütün tələblərinə uyğun həyata keçirildiyini bəyan edir. İtaliya hökuməti isə 2016-cı ilin əvvəlindən etibarən TAP boru kəmərinin tikintisinə icazə verib. Bu barədə ölkənin İqtisadi İnkişaf Naziri Federica Guidi deyib və İtaliyanın bəzi vilayətləri TAP-ın reallaşdırılmasına qarşı çıxırdı. Onların narazılığı ətraf mühitə dəyəcək ziyanla bağlıydı. Lakin İtaliya hökuməti bununla bağlı bəzi planlar hazırlayıb və layihənin reallaşdırılmasına razılıq verib deyə nazir əlavə edib. Cənub qaz dəhlizinə müxtəlif ölkələrin qoşulması ilə bağlı danışıqlar gedir. Energetika naziri Natiq Əliyev bu barədə məlumat verib. Xüsusilə Bolqarıstan bu kəmərdən kənarda qaldığından Azərbaycan Yunanistan vasitəsilə bu ölkəyə qaz çatdıracaq. Bu məqsədlə Azərbaycan Bolqarıstanın qaz şəbəkəsinə investisiya yönəldəcək. Azərbaycan artıq 90% qazıqlıqça olmuşdur. Bizim burada böyük təcrübəmiz var və nəinki Azərbaycanda, Gürcüstanda bu işlərlə məşğuluq, başqa ölkələrdə və ona görə bu Cənab Prezidentimiz deyir ki, biz sizə kömək edə bilərik. Və mən burada deyirəm, həmçinin Albaniyada, başqa ölkələrdə və bu gün siyasət ondan ibarətdir ki, bu Cənub-Qərb Avropanın Cənub-Qərb ölkələrini bir-biri ilə birləşdirmək. Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 4 müəssisənin ləğvi barədə qərar verib. Bunlar Nazirliyin Azərdamazlıq Respublika İstehsalat Elm Birliyi, Mərkəzi Sınaq Laboratoriyası, Layihə Kontoru və Təmir Tikinti İdarəsidir. Adı çəkilən müəssisələr fəaliyyətləri məqsədə uyğun hesab edilmədiyi üçün ləğv edilib. Sahibkarlığa Kömək Milli Fondu 19 sahibkarlıq subyektinə 10 milyon manat güzəştli kredit verib. Kreditlər əsasən heyvandarlıq, istixana, un və şirniyyat, mebel, ayaqqabı kimi istehsal sahələrinə yönəldiləcək. Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il kənd təsərrüfatı ili olduğundan verilən kreditlərin əsas hissəsi quşçuluqla bağlıdır. Onun sözlərinə görə bu məqsədlə indiyədək 40-dan çox quşçuluq təsərrüfatına 115 milyon manat güzəştli kredit ayrılıb. Layihə xüsusilə 80 milyon ədədə qədər damazlıq yumurta istehsal edəcək yeni bir damazlıq təsərrüfatının yaradılması bizim 100% özümüzü təmin etməyə və xaricdən idxal olunan damazlıq yumurtanı da daxili tələbat hesabına ödəməyə imkan verir ki, bu da bu sahədə kifayət qədər lokalizasiya prosesinin güclənməsini gətirib çıxaracaq ki, bu da maliyyə aşağı düşməsinə, bizim bu sənayenin xarici faktorlardan asılının minimallaşmasına və dinamik inkişafına imkan yaradacaqdır. İndi isə dünyada baş verən iqtisadi yenilikləri nəzərə yetirək, Türk yaxını layihəsi 2020-ci ildə tamamlanacaq. Gazpromun sədr müavini Aleksandr Medvedev belə deyib, onun sözlərinə görə 63 milyard kubmetr Rusiya qazını Türkiyə üzərindən Avropaya daşıyacaq kəmərlə bağlı işlər təqvimə uyğun şəkildə davam edir. 2020-ci ilə gəldiyimiz zaman layihənin son addımı atılmış olacaq və qaz nəqlinə başlanacaq deyə Medvedev əlavə edib. Türkiyədə inflyasiya səviyyəsi daha da aşağı düşəcək. Türkiyə Mərkəzi Bankı belə proqnoz açıqlayıb. Proqnozlara görə avro-dollar cütlüyünün dəyər itirməsi isə ölkədə ixracatda çətinliklər yaradacaq. Para politikasındaki temkinli duruşumuzun ve alınan makro ihtiyati önlemlerin olumlu etkisiyle çekirdek enflasyon göstergelerindeki iyileşme eğilimi yılın ilk çeyreğinde de sürdü. Maliyet yönlü baskılar nedeniyle enflasyon görünümü bir miktar bozulmakla birlikte temkinli para politikası duruşu ve gıda fiyatlarında yaşanması muhtemel bir düzeltme sonucunda enflasyondaki düşüş sürecinin devam edeceğini tahmin ediyoruz. Bütün markalardan olan neftin qiyməti rekord dərəcədə artıb. Amerikanın New York əmtəə birjasında hər gecə çıxarılan light markalı qara qızılın qiyməti 59 dollar 20 sentdir. London birjasındakı Brent nefti isə hazırda 65 dollar 99 sentə satılır.
Bu saata qiymətli metallar bazarında qızıldan savayı bütün metallar yüksəliblər. Hazırda qızılın qiyməti 1205 dollara qədər düşüb. Gümüş 16 dollar 61 sentdir. Digər metalların qiymətində isə artım müşahidə edilir. Dünyanın səhəm bazarında yalnız eniş görmək mümkündür. Avropanın qiymətli kağızları rekord dərəcədə ucuzlaşıblar. Yaponiyanın Nikkei 225 indeksi dəyərini itirib, Almaniyanın əsas səhmləri də qırmızı zonada qərarlaşıb. Avrozonanın vahid valyutasının məzəmməsi yenə də nəzərə çarpacaq dərəcədə yüksəliş edib. İndi avro dollar 1,10 mində 1246'dır, dollar yen 118,78'dir, funt sterling dollarsa 1,10 mində 5481'ə bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzəmmələri isə belədir. 1 dollar 1 manat 5 qəpikdən aşağıdır, 1 avro 1 manat 16 qəpik yarımdır, Rusiya rublu 1,8 qəpikdir, Türk lirəsi isə 40 qəpikdən biraz bahadır. Belə sizə maraqlandıran hadisə və narahat edən problemlər varsa elə bu barədə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara da iReporter proqramını yükləmə ilə qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Günel, bizdən bugünlük bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirəm.